Bizim son əməliyyatımız xaricdən məhsulun alınması üçün ödənişin göndərilməsi idi. Şirkətimizin dövriyyə balansına baxaq. Bugün artıq ayın 9-udur. 09 tarixindən əlavə edək. Və situasiyaya baxaq. Bizim məhsulu hələ almamışıq. Almadığımıza görə 243.02-də verilmiş avansımızın göstərməsi lazımdır. Hal-hazırda məndə əksini olmuşdur. Və mal alışı etmişdim. Mən qarşı tərəfdən. Və baxaq, aldığımız mal buradadırmı? Biz nə almışdıq? Galaxy Tuna, bəli, 110.400 ədəd buradadır. Artıq bu mal gəlib gömrüyümdədir. Və mən yük gömrük bəyannaməmiz hazırlanıbdır. Yük gömrük bəyannaməmizə əsasən buradakı rəqəmlər qədər, yəni xidmət haqqımız, gözləmə müddətinə görə, yəni GPS haqqımız və yaxud da gömrük rüsumumuz, idxalda ƏDV-miz, broker haqqımız artıq borclanma əməliyyatımız yaranmışdır. Brokeri borclanmışıq MyHelperə, şirkətinə, başqa şirkətdir, MMC-dir. Qalan digər mövzular 75.85-i MyHelperə borclanmışıq. Qalan hissəsini isə Bakıbaş Gömrük İdarəsinə borclanmışıq. Baxaq görək Bakıbaş Gömrük İdarəsidirmi? İpək Yolu Gömrük İdarəsi, Gömrük Postu. Tamam. Burada bir nüansımız var. Bizim şirkətimiz sadələşdirilmiş şirkət idi. Hələ də eləyik, dövriyyəmiz aşmamışıq, hər hansı bir şərt qoymamışıq. Amma bugündən etibarən biz məhsul idxal etdiyimizə görə və buradakı ƏDV-ni itirmək istəmədiyimizə görə bu məhsulları satdığımız zaman əvəzləşməni edə bilməyimiz üçün, vergini azaltmağımız üçün, əvəzləşdirəcəyimiz rəqəmi bu məhsul satandakı ƏDV-mizdən azalda bilməyimiz üçün bizim də əlavə dəyər vergi ödəyicimiz olmamız lazımdır. Biz ƏDV dərsindən də öyrəndiyimiz kimi könüllü olaraq qeydiyyata durub idxal edəcəyimiz tarixdən etibarən, indi buradakı tarix sənədində deyil də biz ödənişdən sonraki tarixi seçəcəyik əlbəttə ki. Baxaq bizim son ödənişimiz nə vaxtdır, hansı tarixədir? 09-u tarixinə deyil, 12-si tarixinədir. Biz də belə deyək də 5 gün, 6 gün, 17-si tarixinə falan seçərik. Bəli, 17-si tarixinə də idxal rəsmiləşdirməsini seçək və yaxud da ki, niyə ki, bircə dəqiqə mal bizə nə zaman gəlibdir? Malın gəliş tarixi mövcuddur. 8-i gəlməz. Malı biz 8-i almarıq. 20-si almışıq. Bu sənədləşməndə, yəni 20-si tarixindən etibarən, daha doğrusu 21-i tarixindən biz ƏDV qeydiyyatına durmamız lazımdır. Əlavə dəyər qeydiyyatına durmamız lazımdır ki, əvəzləşdirməni edə bilək. Amma bir şey var, bunu etdikdən sonra 20-sinə qədər aldığımız bütün alışlarda əgər ƏDV-li hər hansı bir əməliyyatımız varsa, yəni 241 nömrəli hesabımızda gələcək əvəzləşmə üçün bizi gözləyən hər hansı bir rəqəm varsa, artıq onu malın, məhsulun, işin xidmətinin dəyərinə əlavə etmək lazımdır. Çünki biz 20-sindən bu tərəfə ƏDV olacaq, qalan hissəni isə olduğu kimi saxlayacaq. Yəni bu dövrə 2 hesabat verəcək. Bir sadələşmiş vergi hesabatı, digər isə əlavə dəyər vergi hesabatı. Və əsas məsələ bu sənədimizin adı olan yük gömrük bəyannaməsinin alışını daxil edək. Algı sənədindən idxal üzrə DGB mövcuddur burada. Gördüyünüz kimi, baxın, algı sənədindən daxil oluram. Dövlət gömrük bəyannaməsi verirəm və burada sənədimi əlavə edə bilirəm. Əlavə et. Artıq DGB-nin bölmələri, əlavə vərəqlər,
hesablaşma hesabları, hər birini qeyd edə bilərəm. Amma burada əsas məsələ nədir? Bizim bu əməliyyatı apara bilmək üçün İpək Yolu gömrük postu deyə kontragentimizin olması lazımdır. Və o kontragentin də 2 müqaviləsinin olması lazımdır. Ümumiyyətən bu əməliyyatların aparılma forması bu cür gedəcək. Birincisi valyuta depozit deyir. 3 dəqiqə bu mənə kimi deyir? Büdcə təşkilatlarında kim var? Heç kəs yoxdur. Dəyişək. Posta silək. Hesablaşmalar və müqavilələrə isə heç bir şey əlavə etmirəm. Bunu buradan etdiyiniz zaman çaşa bilərsiniz. Anında bu yerdə yaranmasına daha məqsədə uyğundur. Gömrük orqanı elə bir yerdir ki, biz orada depozit yerləşdirə bilirik. Yəni bizim pulumuzu saxlaya bilirlər orada. Manatdan da saxlaya bilirik, dollardan da saxlaya bilirik. Onun üçün iki hesab istəyir bizdən. Bir valyuta depoziti, iki AZN depoziti. Valyuta depozitini yaratdığım zaman müqavilənin adlandırma hissəsinə sadəcə USD yazıram qarışdırmamaq üçün. Digərdə olduğu kimi qalır və valyutanı da USD seçirəm. OK deyirəm. AZN hissəsində isə adlandırma yerinə AZN qeyd edirəm və burada da olduğu kimi qalır. Map və OK deyə bilmədik, qismət olmadı. Tamam, qeyd etdim. İndi əsas məsələ bizdən soruşur ki, əsas bölümdə birinci tarixi düzəldim. 20-si tarixini. Bizdən soruşur ki, əsas bölümdə hansı yük gömrük bəyannaməsinin məlumatlarını daxil edəcəksən? Bizim yük gömrük bəyannaməsinin nömrəsi nə idi? Buydu, düzdürmü? Bu axırı 1340 olan biz dünənki dərsimizdə zaten malı rəsmiləşdirdiyimiz zaman qeyd etmişdik. Baxın, buradadır. 2 dəfə vururam və əməliyyatımı gətirdim. Əməliyyat haqqım nə qədər olduğunu soruşur məndən. Gəlirəm, əməliyyat haqqımı hardan əldə edəcəm? Yük gömrük bəyannaməsində 0,2-dən 19-un cəmi olaraq götürəcəm. 410 manat. Daxil etdim. Gömrükdə bir cəriməm varsa daxil edəcəm. Yoxdursa olduğu kimi qalacaq. İndi əsas məsələ yük gömrük bəyannaməsinin bölmələri. Biz gömrük dəyərinə hansı rəqəmi qeyd edəcəyik? Əslində hesablamalarımız avtomatik getsin deyə bizim bütün əməliyyatlarımız doğrudursa 72.913 manat 68 qəpik. Yəni ümumi gömrük dəyərinin önündə yazan nə varsa onu bura qeyd etməmiz lazımdır. Amma gəlin bir yoxlayaq. Yəni Brest dərsindən əlavə. 21.859.20-nin AZN qarşılığı 37.160 manat falan belə bir şeydir. Amma burada isə 72.913 manat mövcuddur. Biz maya dəyər olaraq, yəni başlamaq, hesablamaq üçün bunu götürə bilmərik. Burada bir əsaslandırılmamış dəyər var. Çünki biz artıq vergi də keçmişik. Bilirik ki, alış sənədi invoice olduğuna görə, yəni vergi də mənim aktivimin dəyərini, alış qiymətim plus gömrük rüsumum, daşımam, yəni ambara qədər olan prosedurumu, aktivimin dəyəri, yəni satışın maya dəyəri kimi o rəqəmi tanıyacaq. Vergi məndən satışımın maya dəyəri kimi 72.913 manatı tanımayacaq. Çünki bunun əsası yoxdur. Yəni alt sənədləri mövcud deyil o boyda dəyəri. Və mən bunu bu qiymətdən götürsəm, bir, məhsulumdakı marjanı aşağı salacam. Yəni üzərinə qoyacağım pul az olacaq bazar qiymətinə bərabərləşdirim deyə. İkincisi, mən o dəyəri götürdüyüm zaman Vergilər Nazirliyi onu mənim maya dəyərim kimi tanımayacaq. Yəni gəlirdən çıxan xərcim kimi tanımayacaq. Və mən ortada ki, qoşduq rəqəmə görə əlavə 20% də mənfəət vergisi və yaxud da ki, fərdi sahibkarımsa gəlir vergisi ödəmək məcburiyyətində qalacaq.
O zaman mən vergi məcəlləsinin mənə verdiyi haqq və hüquqlara görə 21.859 manat 20 qəpiyin dollar qarşılığını gömrük dəyəri olaraq qəbul etməliyəm. Bunun dollar qarşılığı nə qədər eləyirdi? 60.64. Doğru mu qeyd elədim? Aha. Gömrük rüsumumuza baxaq. Görək neçə faizlə hesablama gedibdi? 15%-lə. Olduğu kimi qalsın. Baxaq. 19.937 manat 05 qəpik. 19.974 manat 937 manat 05 qəpik. 37 manat 05 qəpik. Baxın uşaqlar, əllə qeyd edirəm. Gördüyünüz kimi bunun çıxartdığı avtomatiki götürmədim. Çünki bunun çıxartdığı avtomatiki götürdüyüm zaman, yəni rəqəm daha çox olur da. Mən bura gömrük dəyərini yazsam, onu 15%-lə hesablasa gəlib buradakı rəqəmi verər. Amma mən o gömrük dəyərini qəbul etsəm, yəni maliyyə dəyəri olaraq silə bilməyəcəm və özümü də əsaslandıra bilməyəcəm. Siz hansı rəqəm verirsiniz? 10.937.05. 19.000-dir. İkincisi isə əlavə dəyər vergisi 15.093.13. Yine de burada rəqəm başqa olacaq. 15.093.13. Tamam, qeyd elədik. İndi isə bu xərclər hansı əməliyyata aiddir, onu seçməm lazımdır. Doldurmaq bölümü var burada, gördüyünüz bu paneldə. Baxırsan mı Zəhra? Burada seçirəm. Mədaxildən əlavə etmək deyir. Vururam və baxıram mən hansı mədaxilin üzərinə edəcəm bunu. ABC ticarətdən aldığıma mı, Qafqaz ticarətdən aldığıma mı, yoxsa Arta Sabalandan aldığıma mı? Arta Sabalan seçirəm, gəldi əməliyyat və üzərinə bölüşdür deyirəm. Yəni bölüşdürmək düyməsini sıxıram və bölüşdür deyirəm. Əməliyyatları payladı. Gömrük rüsumu, idxal ədəbi və digərlər. İndi isə hesablaşmanın uçot hesablarına gəlirəm. Mən gömrük əməliyyatlarımı 538 nömrəli hesabda getməsini istəyirəm. Gömrükdə hesablaşmanın uçot hesabı valyutadır bu. Yine 538 eyni hesabı seçeceğim. Cərimələr üzrə xərclərin çot hesabı, cərimələr üzrə xərclərin çot hesabı valyutada, cərimələr üzrə digər xərc maddələri, bunların heç birisinə mənim ehtiyacım yoxdur, çünki cəriməm yoxdur yerləşdirəm. Avans üzrə hesablaşma hesabına isə ehtiyacım var. Gömrük də mənim üçün bir təşkilat olduğuna görə və Azərbaycan Respublikasında fəaliyyət göstərdiyinə görə 243.01 olaraq qeyd edirəm. Cəriməsi olsa hesab olsun. Hı? Əlbəttə. Cərimələr olsaydı, biz misal üçün onu harda aparacaqdıq? Ya 751 ya 731 nömrəli hesabda. İstəyirsiniz qeyd edək, bizim üçün bir şey dəyişmir. Valyuta hesabı da əməliyyat aparmırıq. Digər xərc maddəsi yenə 731. Səhifə düzgün olmayan səhifələr nə? Bu maddə istəyirmiş. Əlavə dəyəri, icarə xərci. Burada nə ola bilər? Cərimə. Sizdə cərimə xərc deyil.
Və əsas məsələ, baxım görüm hər əməliyyat yerindədirmi? Bəli. Şərh yerinə uşaqlar, nə cürə axtarmaq istəyirsinizsə, sətirdə necə müəyyənləşdirmək istəyirsinizsə, onu qeyd edə bilərsiniz görmək üçün. Əsasən orada bir dəqiqə bunu yerləşdirməyiniz kifayət eləyir. Qeyd et və OK. Əməliyyatım artıq hazırdır. Debit kreditinə baxacağam. 205, 531, 10.937 manat borçlanmışam. Əvəzləşmə olaraq 15.093 manat ƏDV formalaşıb, amma yeni gömrüyə borçlanmışam. Və 205 olaraq da yenidən 410 manatda xidmət haqqı olaraq borçlanmışam. Mən bunların istədiyim zaman əlavə gömrüklə müqavilələr açaraq bu sənəddə ayrıca görünməsini də təmin edə bilərəm. Yəni, gömrüklə 4 müqavilə bağlayaram. Birinə deyərəm xidmət haqqı, birinə deyərəm rüsum, birinə deyərəm ƏDV, birinə deyərəm inzibati cərimələr və hər birinin hesablamasını apardığım zaman o müqaviləni seçdiyimdə mən gömrük orqanının üzərində 2 dəfə vurub tıkladığımda hansı müqaviləyə görə nə qədər borcum olduğunu izləyə bilərəm, təqibini apara bilərəm. İndi dövrəyə qalx cədvəlinə baxaq vəziyyətimizə. Mallarımızın qiyməti sizdə mövcuddur. Artıq bizdə qalxıbdır 52.000-ə civarına çıxıbdır. Daxil olaq. Artıq Galaxy 48.507 manata çevrilib. Bölgüsü. Yəni, həmin dəyəri artırmış olduq. ƏDV-dən başqa digər xərcləri üzərində bölmüş olduq. İndi uşaqlar, bunu da bağlayıram. Bundan sonraki prosesdə nəyimiz mövcuddur? MyHelper-lə olan əməliyyat. MyHelper-lə olan əməliyyat necə bir əməliyyatdır? Əlavə xərci daxil edilməsi əməliyyatıdır. O da bu malların üzərinə gəlməlidir qiyməti, düzdürmü? Amma biz onu yük gömrük bəyannaməsi sənədini daxil etdiyimiz kimi alış, idxal üzrə DGB-dən daxil etməyəcək. Biz onu həmişəki kimi ya üzərində sağ düyməni vurmaqla əsasında seçərək əlavə edəcəyik və yaxud da ki, əlavə xərcin daxil edilməsi bölümündən daxil edə bilərik. Mən informasiyalarım çox getməsin deyə, yəni əlavə vaxtım getməsin deyə, mal və xidmət mədaxilindən həmin sənəd üzərində əsasında seçərək əlavə xərcin daxil olması bölümünü seçə bilirəm. Və burada xərci hardan alacağımı qeyd etməm lazımdır. Əlbəttə ki, kontragent olaraq mən yerli kontragentlər içərisində varmı MyHelper? Yoxdur. Əlavə edəcəm. MyHelper-i nə üçün seçirəm uşaqlar? Çünki əlimdə hal-hazırda işlədiyim sənədin üzərində mənim işimi aparan şəxsin o olduğu görünür. Onun üçün seçdim. Müqaviləsi AZN-li olacaq. Xeyr, MyHelper dollar müqavilə istəmirəm. Təchizatçı ilə AZN yazmaq və OK. Əlavə etdim. Bölüşdürmə üsulunu məbləğ üzrə deyirəm. Müqaviləni seçək. ƏDV məbləği də lazımdır. Ümumi məbləğim nə qədərdir brokerdən bağlı? 70.80. 60 manat əsas məbləğ, 10 manat 80 qəpik də ƏDV məbləği. Əgər mən MyHelper-lə həqiqətən də ödəmə əməliyyatını köçürməklə aparıramsa, o zaman mən bu 10 manat 80 qəpiyi əvəzləşdirə bilirəm. Amma broker şirkətləri buna getmir. Bu vəsaiti sizdən kassa mədaxilini sizə vermək şərti ilə nəqd olaraq əldə edirlər. Çünki bundan əlavə gördükləri digər qeyri-rəsmi əməliyyatlar da olur. Siz o qədər çox idxal etməlisiniz ki, bu 10 manat 80 qəpiklər sizin üçün vacib bir hala çevrilməli və onun əvəzləşməsini istəməlisiniz. Yəni, köçürmə əməliyyatları ilə getməlisiniz. Bu biraz vaxt uzadan bir şeydir.
onlara vəsait düşməyincə sənədi təsdiqləməyəcək. Yəni yük gömrük bəyannaməsi. Ona görə mən birbaşa 70.80 olaraq qəbul edirəm, yəni əvəzləşmə formadan xidməti ƏDV daxil olaraq qəbul edirəm. Hesablaşmanın uçot hesabını 531, 01 avans üzrə 243, 1 deyə seçirəm və yenə burada yük gömrük bəyannaməsinin nömrəsini seçirəm. Və OK deyirəm. Artıq mənim dövrəyə qalıq cədvəlimdə malların qiyməti yenə dəyişməsi lazımdır, amma bir dəqiqə onu orada seçə bilməsək də rəqəmin dəyişdiyini, amma 531-də görə bilməmiz lazımdır. 531. Artıq bir neçə şirkətlərə borcumuz var. Bunlardan biri də Mahirberdir. 70.80 manat. Bu da bizə borclu olan təşkilatlarımız. Daha doğrusu bizim borclu olduğumuz təşkilatlarımız. Yük gömrük bəyannaməsi və MyBroker'in xərc olaraq sənədin üzərinə əlavə edilməsi əməliyyatımız bu cürə idi. Yəni işlədiyiniz müəssisədə yük gömrük bəyannaməsi ilə mal alışı olduğu zaman keçən videomuzdakı kimi idxal əməliyyatını və ondan sonra da üzərinə xərclərin əlavəsini gömrük xərclərini dövlət gömrük bəyannaməsi sənədi ilə, yəni Brestdəki alış dövlət gömrük bəyannamə sənədi, digərini isə xərcin əlavə edilməsi ilə daxil edəcəyik.